Bakının mərkəzində dondurma satan və insanlarla rəqs edən adamın əslində cəmiyyəti pozduğu, əxlaqı korladığı iddiası mı doğrudur, yoxsa bu adamlar haqqında bilərəkdən gündəm yaradıb, onları məşhurlaşdıranlar mı daha əxlaqsızdır? Kimdir əxlaqsız? Gəlin aydınlaşdıraq. Əslində bu başlıq və gələn reaksiyalar sadəcə sıradan bir internet xəbəri deyil. Bugün hamımızın içində yaşadığı sosial şəbəkə dünyasının və kütlə psixologiyasının real mənzərəsidir. İndi sosial mediada gördüyümüz o şok sözü artıq təəccüblənmək üçün deyil. O sadəcə bizim marağımızı qıdıqlayan və bizi o videoya klikləməyə məcbur edən bir növ rəqəmsal tələdir. Fransız sosioloqu Jean Baudrillard'ın simulyakırlar və simulyasiya nəzəriyyəsi kontekstindən baxsaq, bu növ hadisələr və onların təqdimat forması real həyatın özünü deyil, onun eybəcərləşdirilmiş bir nüsxəsini yaradır. Küçədə baş verən, normal şərtlərdə yanından keçib gedəcəyimiz, bəlkə də sadəcə estetik zövqsüzlük kimi qiymətləndirə biləcəyimiz adi və mənasız bir hərəkət, mediada sosial çürümə adı altında qabardılaraq qlobal bir fəlakət səviyyəsinə qaldırılır. Burada əsas mexanizm cəmiyyətin diqqətini manipulyasiya etməkdir. Ekran sürüşdürmə mədəniyyəti insan beyninin neqativə, qalmaqala və tabuların pozulmasına olan təbii meyilliliyini maliyyə qazancına və ya baxış sayına çevirir. Biz sosial çürümə var fəryadına tərəf qaçdıqca, əslində həmin çürüməni iddia edən hadisədə deyil, o hadisəni tirajlayan və onu azgözlüklə istehlak edən cəmiyyətin strukturunda axtarmalı oluruq. Kütlə özünü bu cür provokativ başlıqlarla qidalandırır. Çünki bu başlıqlar ona öz daxili boşluğunu və mənəvi qəzəbini qanuni bir müstəvidə qusmaq imkanı yaradır. Biz əsrlərdir ki, pisliyi tənqid etmək formulu üzərində bir mədəniyyət qurmağa çalışırıq. Sosial şəbəkələr isə bu tendensiyanı pik nöqtəsinə çatdırıb. Hər kəs nəyin yanlış olduğunu, nəyin edilməməli olduğunu, kimin necə davranmamalı olduğunu hayqırır. Lakin fəlsəfi və psixoloji baxımdan neqativə fokuslanmaq destruktivdir və bu yanaşma heç bir inkişafa xidmət etmir. Çünki diqqət hardadırsa, enerji də ora axır. Nietzsche'nin vurğuladığı kimi, canavarlarla savaşan diqqət etməlidir ki, özü də canavara çevrilməsin və sən uzun müddət uçuruma baxsan, uçurum da sənin içinə baxar. Biz nəyi etməməli olduğumuza fokuslandıqca, oynamayın, çəkməyin, baxmayın dedikcə, əslində həmin qadağan olunmuş obyekti mərkəzə qoyuruq. İnkişaf pisliyin tənqidi ilə deyil, yaxşının və estetik olanın istehsalı ilə mümkündür. Cəmiyyətdə intellektual və mədəni bir boşluq varsa, o boşluq mütləq dondurma satanın qarşısında oynayanlarla, yaxud ucuz şoularla dolacaq. Təbiət boşluğu sevmir. Əgər biz alternativ, keyfiyyətli, estetik və dərin məzmunlar yaratmırıqsa, mövcud zövqsüzlüyü tənqid etmək sadəcə vaxt itkisidir. Həqiqi fəzilət mən o pis əməli etmirəm deməkdə deyil, mən bu yaxşı dəyəri yaradıram deyə bilməkdədir. Konstruktiv fəaliyyət, yazı yazmaq, elmi araşdırma etmək, sənət əsəri ərsəyə gətirmək, ən azından kitab oxumaq öz-özlüyündə negativi sıxışdırıb çıxaran ən böyük gücdür. Səviyyəsizliyi yox etməyin yolu onunla döyüşmək deyil, səviyyəli olanın miqyasını böyütməkdir. Müasir internet sosiologiyasında ən çox diqqətdən qaçan məqamlardan biri budur. Bir hadisəni törədən şəxs yox, o hadisəni kütləviləşdirən mexanizm cəmiyyətə daha çox zərər vurur. Küçədə dondurma satanın qarşısında estetikadan uzaq şəkildə rəqs edən qadın və ya kameranın qarşısına bir qab bozbaş qoyub ağzını marçıldada canlı yayım açan tiktoker əslində mikrosəviyyəli fərdlərdir. Onların mənəvi, intellektual və ya mədəni bir missiyası yoxdur. Onlar sadəcə öz təbii və ya primitiv mühitlərində mövcuddular. Onların cəmiyyəti kütləvi şəkildə zəhərləmək gücü yoxdur. Ta ki kimsə onları oradan götürüb ictimai müzakirə platformasına çıxarana qədər. Biz düşük bir tiktokerin videosunu baxın görün cəmiyyət hara gedir deyərək paylaşanda, onun haqqında ciddi televiziya verilişlərində sujetlər hazırlayanda, sosial şəbəkə səhifələrinin altında yüzlərlə nifrət şərhi yazanda, biz o adama ən çox ehtiyac duyduğu şeyi, diqqəti və milyonluq auditoriyanı pulsuz bəxş edirik. Onu tənqid edən medianın və ya dırnaq içindəki ziyalıların bu davranışı əslində ucuzlaşdırılmış bir əxlaq şousudur. Onlar səviyyəsizliyi ifşa etmək bəhanəsi ilə həmin adamların baxış saylarını artırır və nəticədə həmin səviyyəsizliyi normallaşdırırlar. Bozbaş yeyən adamı minlərlə insanın izləməsi deyil, o adamın ölkənin gündəminə çevrilməsi əsl sosial faciədir.
Onu ciddi qəbul edib haqqında ağız dolusu danışanlar cəmiyyətə həmin TikTokerin özündən qat-qat çox zərər verirlər. Çünki onlar böyüməkdə olan nəslə gizli bir mesaj ötürürlər. Əgər tanınmaq, gündəmdə olmaq, hər kəsin səndən danışmağını istəyirsənsə, hansısa elmi kəşfə və ya sənət uğruna ehtiyacın yoxdur. Sadəcə absurd, səviyyəsiz və axmaq bir hərəkət et, bütün ölkə səni müzakirə edəcək. Sosial medianın ən böyük paradokslarından biri də budur. Virtual məkanda ən kəskin əxlaq keşikçisinə çevrilən, bu millət hara gedir deyə fəryad edən, klaviatura arxasında əsəbdən ağzı köpüklənən kütləni real həyatda heç bir mədəni, intellektual mühitdə görə bilməzsiniz. Bu insanlar ölkədə keçirilən kitab yarmarkalarında, teatr premyeralarında, elmi konferanslarda və ya rəsm sərgilərində yoxdular. Onlar cəmiyyətin mənəvi səviyyəsinin aşağı düşməsindən şikayət edirlər. Lakin özləri həmin səviyyəni qaldırmaq üçün ömründə bircə sətir də olsun keyfiyyətli mətn oxumayıblar. Burada virtual qəzəbin riyakarlığı üzə çıxır. Bir tiktokerə və ya küçədə oynayan qadına qəzəb qusmaq fərdə çox asan və ucuz bir müqəddəslik hissi qazandırır. İnsan heç bir intellektual əziyyət çəkmədən sadəcə birinə əxlaqsız və ya səviyyəsiz deməklə özünü avtomatik olaraq əxlaqlı və səviyyəli tərəfə yerləşdirir. Bu saxta bir təmizlənmə üsuludur. Kitab oxumaq, özünü təkmilləşdirmək, estetik zövqü formalaşdırmaq daxili intizam və əmək tələb edir. Klaviaturada qəzəbli şərhlər yazmaq isə heç bir əmək tələb etmir, amma eyni dərəcədə mən yaxşıyam illüziyasını yaradır. Bir kadr, bir video və ya bir insan bizdə niyə bu qədər güclü, idarə olunmaz bir qəzəb yaradır? Bu sualın cavabı sosiologiyadan daha çox psixologiyanın, xüsusən də Sigmund Freud və Carl Gustav Jung'un kölgə arxetipi nəzəriyyəsinin mövzusudur. Əgər siz kimisə həddindən artıq sərt tənqid edirsinizsə və onun etdiyi hərəkət sizdə dərin bir daxili əsəb, aqressiya doğurursa, deməli daxilən özünüzü həmin adamla eyni səviyyədə olmaqdan qorxursunuz. Siz özünüzü o adamdan çox az, cəmi bir neçə pillə yuxarıda görürsünüz və hər an o intellektual və ya mənəvi bataqlığa yuvarlanma qorxusu yaşayırsınız. Sizin qəzəbiniz əslində qarşıdakı adama deyil, öz daxilinizdə boğmağa çalışdığınız, gizlətdiyiniz o primitiv tərəfə, öz kölgənizə qarşı yönəlmiş bir müdafiə mexanizmidir. Əgər sizinlə o hadisə və ya şəxs arasında həqiqətən uçurum qədər fərq olsaydı, siz o kadra ümumiyyətlə baxmazdınız. Həqiqi intellektual və mənəvi ucalıq nifrət və qəzəblə deyil, mütləq laqeydliklə xarakterizə olunur. Dağın zirvəsində dayanan insan ətəkdəki toz torpağa görə qəzəblənmir. O sadəcə öz mənzərəsinə fokuslanır. Sosial çürümə adlandırdığımız şey cəmiyyətin dondurma satanın qarşısında oynaması ilə başlamır. O, milyonlarla insanın bu hərəkəti həyatın mərkəzinə qoyub müzakirə etməsi ilə gerçəkləşir. Müasir dünyada təmiz qalmağın və cəmiyyəti xilas etməyin yeganə yolu fərdi səviyyədə rəqəmsal gigiyena qaydalarına əməl etməkdir. Cəmiyyəti kütləvi şəkildə dəyişmək, hər kəsi bir gündə kitab oxumağa məcbur etmək qeyri-mümkündür. Lakin hər bir fərd öz diqqətini hara xərcləyəcəyinə nəzarət edə bilər. Səviyyəsizliyə verilən ən böyük cəza nifrət deyil, unudulmaq və əhəmiyyətsizlikdir. Biz bozbaş yeyən tiktokerləri, küçədə provokativ rəqs edənləri tənqid etməyi dayandırıb, onları öz kiçik və əhəmiyyətsiz dünyalarında tək qoyduğumuz gün rəqəmsal kapitalizmin bu eybəcər çarxı fırlanmayacaq. Biz nəyi etməməli olduğumuzu müzakirə etməkdən əl çəkməli, nəyi etməli olduğumuza, oxumalı olduğumuz kitaba, yazmalı olduğumuz mətnə, yaratmalı olduğumuz sənətə və qorumalı olduğumuz daxili sakitliyə fokuslanmalıyıq. Azadlıq və mənəvi ucalıq hər palçığa daş atmaqla deyil, palçığın mövcud olduğu mühitdən uzaqlaşıb öz təmiz dünyanı qura bilməklə qazanılır. Etiraf edək ki, bu videonun başlığı və şəkli yəqin ki, əksəriyyət üçün maraqlı, cəlbedici olduğuna görə kliklənib bura qədər baxıldı. Amma bu videonun məqsədi ucuz reyting toplamaq deyil, insanlara rəqəmsal dünyada nəyin səhv, nəyin düz olduğunu göstərməyə çalışmaq, dəryada damla da olsa cəmiyyətə real bir fayda vermək idi. Buna görə də nəyə baxıb nəyə reaksiya verdiyinizdə hər zaman son dərəcə diqqətli olun. Nəyi etməməli olduğunuza yox, fərd olaraq nəyi etməli olduğunuza fokuslanın. Bax, onda hər şey öz-özünə düzələcək. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.